HD Gamers'dan hamıya salam dostlar. Bugün sizlərlə birlikdə bir çəkiliş videosu ilə daha qarşınızdayım. Bildiyiniz kimi sponsorum olan Steam Azərbaycan səhifəsi yeni bir çəkilişlə qarşınızdadır. Bu çəkilişdə əgər paylaşımsa 30 olsa 6 oyun hədiyyə edir. Çəkilişdə veriləcək oyun Instrange'dir, adını deyəmirəm, siz payt eləməyin. Nəysə, oyunun dəyərinə baxaq. $9.99, yəni $10. Gördüyünüz kimi $10 bir oyun hədiyyə edilir. Əgər bu çəkilişdə 30 paylaşım olsa, daha 3 oyunda hədiyyə edəcəyini söz verib və bildiyiniz kimi neçə oyundur ki, hədiyyə edir. Nəysə, demək, çəkilişin qaydaları Steam Azərbaycan səhifəsini bəyənmək. Gördüyünüz kimi Steam Azərbaycan səhifəsini aşağıya linkini verəcəm. Və bu gördüyünüz statı public olaraq paylaşmaq. Public nədir? Yəni, paylaşa vurursunuz burada gördüyünüz kimi. Burada hər kəsə açıq olmalıdır. Yəni, hamı görməlidir. Dünya şəkli bildiyiniz kimi. Nəysə, onu da keçdik. Paylaşdıqdan sonra, əgər gördüyünüz kimi bu arada ən son qatılanlar, mənim adım yoxdur, mən təzə qatıldım, məndə xəbərim oldu, özümə yazdı ki, Steamdə. Gördüyünüz kimi oyun haqqında biraz baxaq görək, demək çox oyunculudur, yəni çox nəfərli oynaya bilir. Çarpaz platform çox oyunculu, daha çox nəfərli. Eşli oyunlu 2 nəfərli oynamaq olur. Qismi komanda dəstəyi, yəni pad dəstəyi var. Bölüm düzənləyici, nəyisə dəyişdirmək olur. Kolleksiyon kartları və atölye, nəyisə də düzəltmək olur. Dillər türkçə yoxdur, ingiliscə, fransızca, digər dillər var. Əlbəttə ki, oyunda FPS oynadı, realistik, taktik, aksiyon və çox oyunculu olaraq belə də, yəni bu qədər deyim. Bu çəkilişə qatılmamağı unutmayın. Çünki çox gözəl bir çəkilişdir. Yəni bu qədər deyim. 221 bəyənməsi var səhifənin. Siz də bəyənin. Gördüyünüz kimi artıq çəkilişə 18 paylaşım var. Yəni 18-dən çox kişi qatılıb. Amma burada oyuncusu yazılıb. Yəni paylaşımların sayı çoxdur. Siz də paylaşın, qatılın. Qazanma şansınız çoxdur. Yəni onu deyim ki. Nəysə, HD Gamers'dan bu günlük bu qədər. Sağ olun, salamat qalın. Çəkilişə qatılmağı unutmayın. Səhifəni bəyənib kanala abunə olmağı da əlbəttə ki unutmayın. Sağ olun, salamat qalın.